Qarşınızda Qafqazın parıldayan ulduzu Azərbaycan. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən bu ölkə, bugün Cənubi Qafqaz regionunda sürətlə inkişaf edən və strateji əhəmiyyətə malik dövlətlərdən biridir. Azərbaycan 82.658 kvadrat kilometr əraziyə sahibdir. Şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan və Türkiyə, cənubdan isə İran ilə həmsərhəddir. Ölkə həmçinin Xəzər dənizi sahilində yerləşir və bu mövqe ona mühüm geosiyasi üstünlüklər qazandırır. 2025-ci il məlumatlarına əsasən, Azərbaycan təxminən 10 milyon əhaliyə malikdir. Əhalinin 96% müsəlman, 3% xristian, 1% isə digər dinlərin nümayəndələridir. İqtisadiyyatın əsasını neft və qaz sektoru təşkil edir. Bununla yanaşı, ölkə kənd təsərrüfatı, sənaye və xidmət sahələrində də inkişafını davam etdirir. Əhalinin 50% xidmət sektorunda, 35% kənd təsərrüfatında, 15% isə sənaye sahəsində çalışır. Azərbaycanın silahlı qüvvələri regionun ən güclü ordularından biri hesab olunur. Ölkənin aktiv hərbi personalı 125 min nəfərdən çoxdur. Əhalinin 99,8% oxuyub yazma qabiliyyətinə malikdir. Zəngin tarixi, güclü insan kapitalı, strateji mövqeyi və müasir inkişaf yolu ilə Azərbaycan gələcəyə inamla addımlayan bir dövlətdir.